Bel ağrısı həmişə yırtıqdır. Xeyr, əzələ gərginliyi və sinir sıxılmalarda bel ağrısı yarada bilir. Boyun ağrısı baş ağrısı yaradır. Bəli, xüsusən də boyunda olan sinirlər baş ağrısını tətikləyə bilir. Çiyin ağrısı infarkt əlaməti ola bilər. Bəli, xüsusən də sol çiyində yaranan ağrı eyni anda sinə ağrısı və nəfəs darlığı infarktın əlamətləridir. Diz ağrısı yalnız yaşlılarda olur. Xeyr, cavanlarda da olur, artıq çəkidən əziyyət çəkən insanlarda da olur və idmanla məşğul olub travmatik zədalanan insanlarda da olur. Daban ağrısı həmişə daban tikanıdır. Xeyr, travmatik zədə də ola bilər. Bəs bu və digər ağrıları ən tez necə kəsə bilərik? Mənim sizə bir əczaçı kimi tövsiyəm Artex məhluludur. Çünki bu Artex məhlulunun tərkibi naftan karbohidrogenləri və kamfradır. Məhsulun üstünlüyü budur ki, baxın izah eləyirəm. Məhsulu dərinizə çəkdiyiniz zaman naftan karbohidrogenlərin dəri öz hüceyrələrindən ayırmır və dərinin qoruyucu baryerin dərhal keçərək dərinin dərinliklərinə nüfuz eləyir. Hamımız bilirik ki, ağrı dərində olur. Sümükdə və yaxud da əzələdə olur. Dərinin üst təbəqəsində ağrı olmur. Bu da məhsulun çox qısa zamanda düz ağrının mərkəzinə çatması deməkdir. Kamfranı ağrının mərkəzinə çatdırır və özünün də ağrıkəsici xüsusiyyətlərini işə salaraq qısa zamanda sizin dözə bilmədiyiniz bütün əzələ ağrılarını, oynaq ağrılarını aradan qaldırmağa kömək edir. Ölkənin bütün apteklərində də var. Olmasa əczaçılarımızdan xahiş edeyim, depodan Artex məhlulu sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün takib et, bəyən və videonu hər kəslə paylaş.